Məktəblərdə tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını yerinə yetirən şəxslər təşkilatçı adlandırılır. Bu səbəbdən də onlara nə minimum əmək haqqı artımı, nə də direktor müavinləri üçün nəzərdə tutulan aylıq əlavələr tətbiq edilir. Ümumtəhsil məktəblərində tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını yerinə yetirən şəxslərə bir neçə ildir vəzifə statusu ilə bağlı ziddiyyətli yanaşma tətbiq edilir. Vahid tarif cədvəlinə əsasən, onlar tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını icra etsələr də, əmas sistemində vəzifə adı təşkilatçı kimi göstərilir. Məşğulluq təsnifatı qrafasında isə həmin vəzifə üzrə direktor müavini funksiyası qeyd olunub. Təhsil ekspertləri bildirirlər ki, məktəblərdə tədris işləri və təsərrüfat işləri üzrə direktor müavinlərinə hər ay ödənilən vəzifə əlavəsi tərbiyə işləri üzrə direktor müavininin funksiyasını yerinə yetirən şəxslərə şamil edilmir. Səbəb kimi isə vəzifə adında direktor müavini sözünün olmaması göstərilir. Təbii ki, vəzifə təsnifatı ilə bağlı 59 nömrəli qərar əsas götürülüb, müəyyən qədər çıxış etmək olar. Və burada da əsas məsələ biz belə deyək, şəxsin təşkilatçı və yaxud da direktor müavini olma ştatını konkret müəyyənləşdirməliyik. Amma dediyim kimi, əmasla məktəbdə olan ştat vahidi uyğun gəlməlidir. Burada müəyyən qədər uyğunsuzluğun şahidi ola bilərik. Amma faktiki olaraq həmin şəxslərin vəzifəsi təşkilatçı olaraq qeyd olunub. Burada əmək haqqı artımına gəlincə isə iki cür məsələ var. Əgər direktor müavini olduqları halda bu şəxslər direktor müavini kimi, amma digər vəzifəyə aid olduqda ümumi əmək haqqının artımı kimi hesablanmalıdır. Faktiki olaraq əgər bunların heç biri icra olunmursa, təbii ki, burada müəyyən qədər pozuntu hallarını görə bilərik. Ekspert bildirir ki, Elm və Təhsil Nazirliyi bu ziddiyyətin aradan qaldırılması və vəzifə adının vahid şəkildə tənzimlənməsi istiqamətində addım atmalıdır. Ya bunlar vahid bir ad altında birləşdirilməlidir, ya konkret olaraq bunların belə deyək, təsnifatları hər iki, həm əmas sistemində, həm də məktəbdə ştat vahidində, ştat cədvəlində konkret göstərilməlidir. Və bununla bağlı əsas qurum, yəni cavabdeh qurum Elm və Təhsil Nazirliyidir. Elm və Təhsil Nazirliyi bu məsələnin həllində və konkretləşməsində, konkret addımın atmasında maraqlı olmalıdır. Çünki məktəblər nazirliyə tabedir. Nazirliyə tabe olduğu təqdirdə isə müəyyən problemlər təbii ki, məktəb daxilində yaranır. Bu da istər-istəməz müəyyən qədər işçi kütləsini narazı salmış olur. Bəs bu kateqoriyadan olan əməkdaşlara digər direktor müavinlərinə verilən aylıq əlavənin ödənilməməsinin hüquqi əsası nədir? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Xəzər xəbərə bildirildi ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Nərmin Məmmədhəsənli, Nuranə Sultanova, Xəzər xəbər.